komandamızın kəşfiyyatçılarından biri olmuşam. 3 ilə yaxın döyüşlərdə olmuşam. 2 dəfə yaralanmışam, bir dəfə ağır yaralanmışam, komada olmuşam. Yəni, söhbət ondan gedir ki, 28 ildən çoxdur. Sentyabrda artıq 28 il tamam oldu. Yəni, bizi tanıyanlar bilir, bizim şəhid atamızın biri, Etibar qardaşı, mən də Qarabağ qazisidir. 30 ilə yaxında yoldaşlığımız var. Yəni, bunlar hamısı gözəl görür. Sonra təzə şəhidlərimiz 2020-ci ilin müharibəsi başlayandan, dəfn günlərindən bu günə kimi yanlanır, istənilən bütün tədbirlərdə də iştirak edirik. Yəni, bunu bilənlər bilir. Bunu bizim özümüzə bir borc bilirik, mənəvi borc bilirik. Sözü də odur ki, yəni, bunlar haqqında, onların ciddi haqqında, vətənpərvərliyi haqqında və s. Yəni, sözümüz o qədərdir ki, bəlkə də günlərlə danışarı tutarmaz. İsmail qardaşımızın da mütəbir bilirik, şəhiddir, o itkindir. Bilirsiniz ki, bizim məndə sağlıqlının statistikasını deyərəm mənəm. Amma Sabirabadımızın birinci Qarabağ şəhidlərimizin sayı 226 nəfərdir. Onlardan 42 nəfəri itkindir, 42 nəfəri və bu günə kimi də 3 nəfərinin nəşi tapılır. Çox şükürlər olsun. Bizim Salıqlıdan da mən bilirəm, tapılanlar var, sayın bilmirəm. Şirin bəy yadımdadır, o kənddən olan tapılmışdı, bir neçəsi tapılır. Mən arzu edirəm ki, bütün itkin düşənlərin heç olmasa məzarın nəşi tapılsın ki, bu onların əzizləri də bir gedməyə, ziyarət eləməyə bir yerlər olsun. Çox gözəl arzudur, eyni zamanda da İsmail qardaşımız. Dolanın başına qara